qrup insan, yəni Quba müdafiəçiləri ermənilərlə vuruşublar, yəni öz dəstələrini birlikdə. Gördüyünüz ərazi Dicah kəndində yerləşir. Həmin ərazidə böyük döyüşlər baş vermiş, minlərlə insan qətlə yetirilmişdir. Həmin ərazi sonradan qaldı dərə. İnşallah bu sana güvənlə çox güzeyliyi onu götürəcək. Gördüğünüz simalar dünyada baş verən müharibə və sülh yollarına insanların baxışlarıdır. Yəni biz hal-hazırda da dünyanın müxtəlif hissələrində soyqırım görülür, insanlar günahsız cinayət öldürülür, uşaqlar öldürülür. Uşaqlar bunlara təzim üstündə baxır ki, yəni bir insan niyə öldürsün? Bəziləri qorxuyla baxır, bəziləri nifrətlə baxır. İnsanların bizimkiləri günahsız balalarında. Qeyd etdiyim kimi, 2007-ci ildə ərazində tikinti işləri gələn zaman, həmin o kişiləri məzarlıq tapılan zaman gördüyünüz bu zəncirlər də tapılır. Hansı ki, zəncirlərdən istifadə edərək insanların əllərini, ayaqlarını bağlayaraq diri-diri bastırıblar. Mismarlar isə körpələrin kəllə sümüyünü aşağılanır. Mismar çalışacaq. Bu silahlar göstərir ki, həmin bölümdə ermənilərdə bu silahlar var. Allah Allah, bizimkiler de var ediyor.